Beləliklə, əziz şagirdlər, gəlin testlərimizi araşdırmağa davam edək. 4-cü testimiz Fermopil keçidində döyüş neçənci ildə baş verib? Şagirdlər bilir ki, eramızdan əvvəl 490-cı ildə Marafon döyüşü, eramızdan əvvəl 479-cu ildə Plateya döyüşü, eramızdan əvvəl 480-ci ildə Fermopil keçidində döyüş və Salamin döyüşləri, eramızdan əvvəl 594-cü ildə isə Solon islahatları olmuşdu. Ona görə də düzgün cavabımız B cavabıdır. Yunanlılar və İranlılar arasında baş vermiş ilk döyüş hansıdır? Gəlin araşdıraq. Fermopil keçidindəki döyüş eramızdan əvvəl 480. Döyüşlər hamısı eramızdan əvvəldə olduğu üçün yazmıram onu. Salamin yenə də 480. Marafon 490. Plateya 479. Beləliklə, biz görürük ki, bu döyüşlərdən ilk döyüşü hansı döyüş olmuşdu? Məhz Marafon döyüşü olmuşdu. Cavab B. 6-cı test. Marafon döyüşündə Yunan ordusuna rəhbərlik etmişdi. Marafon döyüşündə Yunan ordusuna Miltiad rəhbərlik etmişdi və qalib gəlmişdilər. 7-ci test. Mikena mədəniyyətini məhv etdi. Mikena mədəniyyətini Dori tayfaları məhv etmişdi. Vulkan püskürməsi isə Krit mədəniyyətini məhv etmişdi. Cavab B. 8-ci test. İlk Olimpiya oyunu neçənci ildə keçirilib? Şagirdlər bilir ki, ilk Olimpiya oyunu eramızdan əvvəl 776-cı ildə məhz Yunanistanda keçirilmişdi. Cavab A.